Oruç tutmaq istəyirəm. Qorxuram ki, orucluq nəticəsində orqanizmim arıqlayıb zəifləyər. Bunun üçün bəs nə edim? Bəziləri elə güman edirlər ki, əgər ac qalsalar, mədələrində yara əmələ gələcək. Amma oruç tutan şəxslər üçün həyəcanlanmağa əsas yoxdur. Çünki oruç tutmaqla həzm sistemi istirahət edir. Mədə turşuları isə qida ilə deyil, öd kisəsinin buraxdığı ödlə neytrallaşdırılır. Mədədə heç bir yara yaranmır. Ümumiyyətlə unutmamalıyıq ki, bütün kainat o cümlədən insan Allah tərəfindən yaradılmışdır. Allah yaxşı bilir ki, öz yaratdıqları üçün nə xeyirli, nə zərərlidir. Həm də şəriət hökmlərinin heç bir insanlarla lüzumsuz çətinlik və dözülməz əziyyət yaratmır. Aydındır ki, əgər oruc insan səhhəti üçün zərərli olsaydı, mərhəmətli Allah onu insanlara vacib etməzdi. Əlbəttə, heç cür oruç tuta bilməyən xəstə şəxslər bu vəzifədən azaddırlar. Allah elə mərhəmətlidir ki, xəstə adamları oruç tutmaq borcundan azad etmişdir. Hər kim orucun öz səhhəti üçün zərərli olduğunu bilsə, oruç tutmaya bilər. Amma sağalandan sonra mütləq qəza oruclarını tutmalıdırlar.